Əsas məsələ kadr məsələsidir. Mən, məsəl üçün, Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, ora təyin etdiyim kadr etimadımı doğrultmuyor və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. O təyinat bir qrup şəklində bir neçə icra başçısı təyin edilirdi noyabr ayında və o mətbuatda gedib mənim o verdiyim tapşırıqlar, sözlər, insanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluqla bağlı mübarizə, rüşvətxorluğa qarşı, korrupsiya qarşı mübarizə, sosial ədalət. Amma bir aydan sonra o təyin elədiyim adamların birini mən vəzifəsindən çıxartmışam. Yəni, bu məni çox məyus eləyir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin eləmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim olur, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya verilir, mətbuata, bəziləri verilmir. Və tövsiyələrim də təxminən çox da dəyişmir. Və məyus edən də odur ki, gənc kadrlar arasında da pozuntulara yol verənlər, əfsuslar olsun ki, var. Yəni, burada söhbət ki, gənc nəsil, yaşlı nəsil bu söhbət getmir. İnsanların keyfiyyətindən söhbət gedir. Aldığı tərbiyədən söhbət gedir. Ailədə, məktəbdə, cəmiyyətdə. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam, amma etimadı doğrultmayan, əhri yola gedənlər əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, belə hallar kifayət qədər çoxdur, ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm? Mən davam edəcəm. Bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir.